Selam uşaqlar. Bugün dərsliyimizin son 4 səhifəsini yerinə yetiririk. 163, 167, 168 və 172. Və bununla da kitabın haqqını vermiş oluruq. Birinci Azərbaycan dilindən başlayırıq. Azərbaycan dilindən mövzumuz oxuyub anlamadır. Mətnimizin adı Ananın arzusu. Anam şəkil çəkməyi çox sevir. Uşaqlıqdan bəri şəkil çəkməyi çox istəyirmiş. Amma bu xəyalını heç cür həyata keçirə bilməmişdi. Bir gün anam işdən evə gələndə stolun üstündə bir qutu gördü. Qutunu açanda içindən boyalar, fırçalar və boya taxtası çıxdı. Anam atamın etdiyi bu sürprizə əvvəlcə çox təəccübləndi. Daha sonra isə sevindi. Ondan sonra qonaq otağının bir hissəsini rəsm bölməsi etdik. Beləliklə, anam uşaqlıq xəyallarını həyata keçirməyə başladı. Kağızlar anamın çəkdiyi şəkillərlə rənglənmişdi. Sümbüllər, lalələr, zambaqlar anamın çəkdiyi şəkillərdə həyat tapmışdı. İndi evimizin divarları rəngarəng bağçaya bənzəyirdi. Atam ötən gün anamdan gizli bizimlə bir söhbət etdi. Anama bir sürpriz daha etmək istəyirdi. Bunun üçün bizdən kömək istədi. İndi anamın çəkdiyi o gözəl şəkilləri sərgidə nümayiş etdirəcəkdik. Əminəm ki, sərgini gəzənlər də bu şəkilləri çox bəyənəcəklər. Atamın sürpriz fikri çox xoşumuza gəldi. Biz də anama bu məsələdə ev işlərində kömək edərək dəstək olduq. Beləliklə, anam daha çox vaxt tapır və şəkilləri çəkə bilirdi. Deməli, burada heç bir ad verilməyib, yəni obrazların adı yoxdur. Anadır, atadır və uşaqlardır. Ananın uşaqlıq arzusunun həyata keçməsindən söhbət gedir və burada birlikdən söhbət gedir uşaqlar. Yəni birlik olduğu yerdə hər bir işin öhdəsindən gəlmək olar. Və ailə daxili hörmət sevgidən. Və görürsünüz, uşaqlar anaya kömək edir ki, ana da öz arzusuna çata bilsin. Gəlin indi sualları cavablandıraq. Mətnə görə ananın uşaqlıq xəyalı nə idi? Rəssam olmaq. D bəndini götürdük. Mətnə görə uşaqların anası ən çox nə şəkillər çəkirdi? Orada güllərin adı verilir, düzdür uşaqlar? Onda ana daha çox gül şəkli çəkirdi. D bəndini götürdük. Qutunun içərisində aşağıdakilərdən hansı çıxmadı? Deməli, boya çıxdı, fırça çıxdı və rəsm çəkmək üçün tablo, taxta çıxdı. Amma karandaşın adı, orada karandaş sözü yox idi. Mətnə görə evin divarları nəyə bənzəyirdi? Bağçaya, meşəyə, bağçaya, dənizə, səhraya. Bağçaya, çünki bağçada nə olur? Gül çiçək olur. Evin divarları da hər yan gül çiçək idi. Uşaqlar anasına necə kömək oldular, yəni necə dəstək oldular? Şəkil çəkməyə kömək edərək, ev işlərində kömək edərək, fırçaların boyalarını təmizləyərək, evdə səssizlik yaradaraq. Uşaqlar, onların köməyi necə idi? Onlar analarına ev işlərində kömək elədi, ananın da şəkil çəkməyə bol-bol vaxtı qaldı. Riyaziyyatla davam edirik. Verilən pul qruplarından hansı ilə 49 manatlıq kitab almaq olar? 49 manatlıq kitab. 20, 10, 10, 40, o da 5. Burada 45 manat var. 20, 20, 40, 50, burada 55 manat var. 10, 10, 20, 2 tane de 5, 10, burada da 30 manat var. 49 manatlıq kitab almaq istəyiriksə, ya bizim 49 manatımız olmalıdır, ya da 49-dan çox pulumuz olmalıdır ki, kitabı ala bilək. İndi burada 49-dan böyük hansıdır? 55. O da 2 rəqəmində verilib. B bəndini götürdük. İkinci sual. İkinci sual ancaq budur. 6 qabın hər birinə 8 alma,
7-ci qaba isə 13 alma qoydular. 7 qabda cəmi neçə alma var? 6 qabın hər birinə 8 alma. Yəni 6 dənə 8, 8, 8, 8, 8, 8. 6 dənə 8 nə edir? 48. Deməli 6 dənə qabda 48 alma var. 7-ci qabda isə 13 alma var. İndi deyir 7 qabda bir yerdə nə qədər alma var? Tapmaq üçün 48-in üstünə 13-ü gəlirik. 8-in üstünə 3, 11-i 1 yadda. 4-ün üstünə 1, 5, bir də yadda 6. Cavab eləyir D bəndi 6, 61. Verilmiş cədvələ əsasən 3-cü, 4-cü tapışıqları həll edin. Eləyək də. Əvvəlcə cədvəlimizi həll edək uşaqlar. Cədvəl görəndə nə edirik? Ayırırıq. Ən yuxarı hissə və ən kənar hissə. Kvadrat yuxarısında 36, kənarında 12 var və əməlimiz nədir? Toplama. 36 ilə 12-ni toplayanda eləyir 48. Deməli kvadrat oldu 48. Dairə 52, 24. 52 ilə 24-ü də toplayanda eləyir 76. Ulduz yuxarısında 36'dır, qırağında 48'dir. 36 ilə 48'i toplayanda eləyir 84. Deməli 48, 76, 84 cavablarını tapdıq. İndi bu tapdıqlarımız harda var? Kvadrat 48'dir, dairə 76'dır, ulduz 84'dür. C bəndində verilmişdir. Cədvələ əsasən hansı müqayisə doğru deyil? Deməli 48, 76, 84 bunları buraya yerləşdirməliyik. Kvadrat 48 idi. Harada kvadrat var? Yazırıq 48. Dairə 76. Ulduz 84. Düz yazdıq yəqin ki. İndi hansı müqayisə doğru deyil? 48 76'dan kiçikdir. Doğru. 84 76'dan böyükdür. Doğru. 48 kiçikdir 84'dan doğru. 84 bərabərdir 76'ya yanlış. C bəndini də götürdük. Bizdən yanlış istəyirdi. 5-ci sual. Səma qolbağda düzdüyü muncuğun qırmızı olmasını istədi. Onun hansı torbadan götürdüyü muncuq mütləq qırmızı olacaq. Mütləq qırmızı olacaq deyirsə, deməli orada qırmızıdan başqa heç nə olmamalıdır. Qırmızıdan başqa heç nə olmamalıdırsa, onda B bəndini də götürdük. 6-cı sual. Xalid 100 səhifəli hekayə kitabı aldı. O bu kitabı bir həftə ərzində bitirmək üçün həftə içi hər gün 10 səhifə oxudu. Həftə içi hər gün birinci gün, ikinci gün, üçüncü gün, dördüncü gün, beşinci gündür. Həftə içi 5 gündür uşaqlar və hər gün 10 səhifə oxudu. Xalid kitabı bitirmək üçün həftə sonu, yəni şənbə və bazar neçə səhifə oxumalıdır? İndi həftə içi 10 səhifə oxuyubsa, bu ümumi eləyir 50. Neçə eləyir? Baba bunu həftə içi eləyir 50. Kitab neçə səhifə idi? 100. 100-dən 50-sini oxuyub. 100-dən 50-sini oxuyubsa 50-si qalıb. İndi 50-ni də 2 yerə bölməliyik. 50-ni 2 yerə böləndə nə edir? 25, 25. Bizdən şənbə bazarı tək istəmir. İkisi bir yerdə. Deyir həftə sonu neçə səhifə oxumalıdır? Həftə sonu 50 səhifə oxumalıdır. 7, 2, 8, 6 olub, 3, 4, 5, 7 olub, 9, 7, 1, 62 olub. Aha, məntiqi tapaq. 7-ni 2-yə vursam 14, 8-in çıxsam 6. Aha, bax. 7-ni 2-yə vururam 14, 14-dən 8 çıxıram 6. 3-ü 4-ə vururam 12, 12-dən 5 çıxıram 7. Amma 9'u 7'ye vururam. Yəni, bunu da tapıraq. 9'u 7'ye vururam. 63. 63'dən də 1 çıxaram 62.
Deməli, ifadələrində üstəgəl, çıx, vurma, bölmə işarələrini necə qoymaq lazımdır ki, doğru bərabərlik alınsın? Burada bizdən sual istəmir. Sadəcə deyir ki, yəni ədədi tap demir. Ədədi tapmaq üçün hansı əməllərdən istifadə eləmişik onu soruşur. Hansı əməllərdən istifadə eləmişik? Vurma və çıxma. O da var C bəndində. Vurmanın ikinci işarəsi nədir? Haberi nöqtə. 8-ci sual. Satıcı bir yeşik almanı 5 manata alıb 8 manata satır. 5 manata alıb 8 manata satırsa, burada nə qədər gəlir əldə eləyir? 3 manat. Deməli, bir yeşiyə 3 manat gəlirimiz var. 6 belə yeşikdən satıcı neçə manat gəlir əldə edər? Tapmaq üçün 6-nı vururuq 3-ə. O deyir 18 manat. Əvvəlcə bir yeşiyin gəlirini tapdıq. 5'ə almışıq, 8'ə satmışıq. 3 manat oradan qazancımız var. Bir yeşikdən 3 manat qazancımız varsa, 6 yeşiyi tapmaq üçün 6'nı vurduq 3'ə. 9-cu sual. Murad dəftərlərə 15 manat, qələmlərə 9 manat, alboma isə 6 manat xərclədi. Murad cəmi nə qədər pul xərclədi? Cəmin istəyirsə toplamalıyıq. Yəni 15'in üstünə 9 gəlirik. Sonra da üstünə 6 gəlirik. 15'in üstünə 9, 24, 24'ün üstünə 6, 30. Deməli, cəmi 30 manat pul xərcləyib. O da D bəndində var. Torbanın içində 30'dan kiçik 12 ədəd tək nömrələnmiş, 18 ədəd cüt nömrələnmiş kart var. 30'dan kiçik deyirsə, uşaqlar, 29 və 29'dan aşağı olanlar. Yəni 28, 27, 26 və s. bunlardır. Torbadan çıxarılan kartın üzərində hansı ədədin olması ehtimalı daha çoxdur? Bunun 12'si təkdir, 18'i cütdür. Cüt ədəd çoxdur. Tək ədəd azdır. Amma bizdən daha çoxunu istəyir. Cüt ədədlərin çıxma ehtimalı, tək ədədlərin çıxma ehtimalı, 30'dan kiçik ədədin çıxma ehtimalı, 30'dan kiçik tək ədədin çıxma ehtimalı. Uşaqlar, ən daha çox ehtimal 30'dan kiçik olan ədədlər olacaq. Niyə? Çünki bu ədədlərin hamısı 30'dan kiçikdir. Gəldik şəkilli məsələmizə. Qurbağa 12'ni 2'ye bölək 6. Deməli A oldu 6. 6'nı 2'ye bölək 3. B oldu 3. 12'ni 3'e demək 3'ü də bölək 1. C də oldu 1. 16 bölü 2 8. D oldu 8. 8 bölü 2 4. E oldu 4. 4 bölü 2 F o da olur 2. 18'i 2'ye bölürəm 9. G oldu 9. 9'u 3'e bölürəm 3. H oldu. Yəni H oldu daha doğrusu 3. Bunları tapdıq. İndi bizə nə deyir? Qurbağa B daşının üzərində olduqda hansı rəqəm alınar? B daşının üzərində qurbağa B'də nə alınmışdı? 3. Sincab D daşının üzərində olduqda hansı rəqəm alınır? D daşı 8. Dovşan H daşının üzərində olduqda hansı rəqəm alınır? H oldu 3. Sonra qurbağa C daşının üzərində olduqda hansı rəqəm alınır? C'də 1 idi. Sincab F daşının üzərində olanda hansı rəqəm olacaq? 4. Dovşan G daşının üzərində olduqda hansı rəqəm olacaq? Dovşan G 9. Qurbağa A daşının üzərində olduqda hansı rəqəm olacaq? 6. Sincab E daşının üzərində olduqda hansı rəqəm olacaq? E haradaydı burada? 4. Dovşan G daşının qurbağa B daşının üzərində olduqda alınan rəqəmlərin cəmi.
Deməli, dovşanın G daşı 9-dur. Qurbağanın B daşı 3-dür. Burada da rəqəmlərin cəmi 9 üstəgəl 3 bərabərdir 12. Sonuncu sual. Qurbağa C daşının, qurbağanın C'si neçədir? 1. Sincab E, F daşları 4 ilə 2. Deməli 1, 4, 2 olduqda alınan rəqəmlərin cəmi 1, 4, 2. O da eləyir 7. İndi gəlin cavabları tapaq. Balacaladaq. 3, 8, 3, 1, 4, 9, 6, 4, 12, 7. Burada 2 qaldı. Bir dənə sincabın E'sinə baxaq. Sincabın E'sində deməli, sincabın E daşının üzərində olduqda hansı rəqəm alınır? Bir dənə bu alt çıxmadı uşaqlar. Görək, indi burada nədir? Sincabın E'si. Sincabın E'si 16-nı 2-yə böldük 8, 8-i 2-yə böldük 4. Sincabın E'si elə 4'dür. Düzgün yerinə yetirilmişik. Gəldik Morze əlifbasına. Morze əlifbasını biz dərsliyimizdə, məktəb vaxtında dərsliyimizdə keçmişik. Bu indi videonu saxlayırsınız və buradakı sözləri bu simgələrə uyğun şəkildə tapırsınız və onları bir-bir yazırsınız. Mən də bir-bir tapıb yazmışam deyə bura yerləşdirirəm və sonra siz mənimlə yoxlayırsınız. Birinci söz ilan, ikinci söz heyva, üçüncü söz burun, dördüncü söz badam, beşinci söz poema, sonuncu söz banan. Uşaqlar, beləliklə bir dərsliyin sonuncu səhifəsinə gəldik çıxdıq. Yay tətili ərzində, yəni bu kitabı işləyib bitirdik. Hər birinizə afərin. İnşallah yeni dərs ilində, yeni tədris ilində görüşənədək.